Müəllimlər, bugün sizlərlə bərabər bir neçə sualın izahına baxaq. Mahir könüllülük fəaliyyətlə məşğul olur. O hansı səriştə formalaşıb onda? Ümumiyyətlə bizdə könüllülük fəaliyyəti, belə deyək, könüllülük fəaliyyətlə məşğul olan bir insan məsuliyyətli bir insandır. Mən bunu sizə dərsdə də izahda demişəm ki, həmin insanlar çox məsuliyyətli insanlar olurlar və könüllülük fəaliyyəti dedikdə, məsələn, ola bilər ki, gənclər evi olsun, asan xidmət olsun. Bizim də həyatımız həmin dönəmlərdə keçib. Məşğul olan insanlar xeyirxah olurlar, məsuliyyətli olurlar və öz şəxsi, sosial məsuliyyətlərini başa düşən insan olurlar. Deməli, burada doğru cavabımız bizim D variantı olacaq. Bunu çox müəllim fəal vətəndaş mövqeyi ilə qarşı-qarşıya qoyur. Fəal vətəndaş mövqeyində yaşadığı ölkə, kənd, şəhər haqqında məlumatlı olmaqdır. Öz dövlətçilik ənənələrimizdən xəbərdar olmaqdır. Aydındırmı? Yəni, bunları qarışdırmaq olmaz. İkinci sual. Müəllim digər həmkarı ilə onun haqqında danışır, onun fəaliyyətini bəyənmədiyini deyir. Bu, tənqidi ictimai mülahizələrdir. Təbii ki, bu da loyallıqdır. Loyallıq prinsipində biz demişdik ki, müəllim tənqidi ictimai mülahizələrdən çəkinməlidir. Onun məktəbinə, öz həmkarlarına, həmkar yoldaşlarının adına xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. Deməli, doğru cavabımız burada loyallıq prinsipi olacaq. 7-ci sual. Deməli, bunlar sıra ilə deyil. 3-cü suala baxaq. Hansı təşəbbüskarlıq bacarığıdır? Təşəbbüs göstərmək. Burada bizdə C variantıdır. Həsən hər zaman yeni fikirlər irəli sürür. Nələrsə irəli sürürəmsə, buna mən təşəbbüs göstərmiş olurum. 4-cü sualla davam edək. Hansı variant uyğunsuzdur? Nicat Neft Sənaye Universitetində oxuyur. Universitetdə oxumaq bizdə formal təhsildir. Bəli, tamamilə doğrudur. Alt standart sinifdən sinifə keçdikcə dəyişir. Şagird hər il bir sinif irəlilədikcə məzmun daha da dərinləşir. Bəli, tamamilə doğrudur. Bizim alt standartın funksiyasıdır. Müəllim dərsin əvvəlində şagirdlərə bildirir ki, onlar ən sonda hansı bilik bacarıq əldə edəcəklər? Bu da bizdə nəticə önümlülük prinsipidir. Doğrudur. Müəllim şagirdlər üçün eyni təlim şəraiti yaradır. Şagird önümlüydür. Eyni təlim şəraiti bizdə olacaq təhsildə bərabər imkanlar. Doğru cavabımız D variantıdır. Cabir tez-tez dərsə gecikir. Verilən tapşırıqları vaxtına yerinə yetirmir. Cabir burada öz vəzifəsini yerinə yetirmir. Bəli, bu da doğrudur. Deməli, bizim D variantımız doğru cavabdır. 5-ci sual ilə davam edək. Müəllim bugünkü dərsdə şagirdlər arasında ünsiyyəti formalaşdırmaq üçün ziqzaq üsulundan istifadə edir. Lakin şagirdlər bu üsulda iştirak etmək istəmirlər. Müəllim bu üsul haqqında danışır, əhəmiyyətini izah edir və həmin uşaqları bu üsula cəlb edir. Deməli, şagirdlər bir məsələni bəyənmirlər. Mən onlara onun əhəmiyyətini izah edirəm, başa salıram və artıq şagirdlərin həmin üsul onlar üçün əhəmiyyətini izah etmiş oluram, faydalı olduğunu izah etmiş oluram və burada doğru cavabımız bizim şagird önümlüdür. Çünki bizim şagirdlərimizə marağıdır, meylidir, potensial imkanıdır, istedadıdır, qabiliyyətidir. Onlar üçün əhəmiyyətli olan bir şeydir. Şagirdlərin nəzərə almaqdır. Müəllim təhsil alanlara qarşı fiziki zor işlətməməli, onların şərəf ləyaqətini alçaldan hərəkətlərə yol verməməlidir. Burada kim var? Müəllim var və təhsil alan var. Deməli, təhsil alanlarla münasibət olacaq. Doğru cavabımız B variantı. Növbəti sualımıza baxaq. Sualımız budur. Hansı variant uyğunsuzdur? Burada da bayaq dərsdə mən izah etdim ki, məzmun standartı 2 hissədən ibarət. Əsas standart, alt standart. Məzmun standartı siniflər və fənlər üzrə summativ qiymətləndirmə aparılmasını təmin edir. Tamamilə doğrudur. Alt standartın funksiyasıdır eyni zamanda. Ümumi təhsilin məzmunu milli və ümumbəşəri dəyərləri əks etdirməklə dünyəvilik, şəxsiyyət önümlülük, şagird önümlülük, nəticə önümlülük, varislik, interaktivlik prinsiplərinə əsaslanır. Bəli, tamamilə doğrudur. 7 prinsipi. Mən də onları sizə hər birini yazmışdım və hətta abreviatura olaraq da mən sizə qeyd etmişdim. Vidin deyə. Deməli, qeyd etmişdik. Daha sonra davam edək. Vicdanlıq, deməli, şagird iqtisadi layihələr qurur, sahibkarlıq ideyaları irəli sürür, şagirddə təfəkkür səriştəsi formalaşıb, iqtisadi layihə bərabərdir maliyyə səriştəsi, ona görə doğru cavabımız C variantıdır. Vicdanlıq, bəli, keyfiyyətli, səmərəli, doğrudur. Milli qiymətləndirmə öz məktəbimizdə, öz müəssisəmizdə, öz təhsilimizdə olan keyfiyyət dəyişikliyi. Bəli, mən bayaq da qeyd elədim ki, bir var bizdə keyfiyyət, bir var kəmiyyət. Kəmiyyət bizdə summativdir, keyfiyyət bizdə olur milli qiymətləndirmə. Doğrudur. 8-ci sual ilə davam edirik.
8-ci sual belədir. Uyğun variantı seçin. Uyğun olan variantı seçməliyik. Diaqnostik qiymətləndirmə məktəb daxili qiymətləndirmədir. Şagird nailiyyətinin ölçülməsi. Xeyr, ölçülməsi varsa bu summativ qiymətləndirmədir. Müəllim iclasda sahibin atası barədə atasının həbsdə olduğunu bilir və bunu iclasda səsləndirir. Burada loyallıq yox, konfidensiallıq, məxfiliyi pozuram. Müəllim tapşırıq verərkən şagirdlərin potensial imkanı nəzərə, şagirdlərimizin meyl, maraq, potensial imkanı nəzərə almaq nə idi? Təhsildə bərabər imkanlar idi və hətta qeyd eləmişdim ki, 3 dənədir. Meyl, maraq, potensial imkan. Deməli, doğru cavabımız C variantıdır. Uyğunluq istəyir, üzr istəyirəm, bir dəqiqə. Aha, davam edirik. Deməli, Bilalgilin məhəlləsində xaricdən gələn bir uşaq var. O rus dilində danışır. Bilal ona hörmət edir və bircə yaşayış qaydalarına riayət edir. Bəli, Bilalda mədəni müxtəlifliyə hörmət formalaşıb. Bəli, bu tamamilə doğrudur. Bizim doğru cavabımız D variantı. Bu bir dənə diqqətli olmalıyıq ki, uyğunlu yoxsa uyğunsuz istəyir. Bizdən burada uyğunlu cavab istəyir. Uyğunlu cavab da bizdə oldu D variantı. Y variantında deyir məzmun xətti fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zərri hissəsidir. Deməli, məzmun xətti bizdə nədir? Fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılması. Ümumi təlim nəticələri, ümumi təhsil nəticələri deyil. Deməli, burada doğru cavabımız D variantıdır. Növbəti sual 8-9-cu suala baxmalıyıq birlikdə. Deməli, 9-cu sualımıza baxaq. 9-cu sualımızda uyğunluq bizdən istəyir. Doğrudan doğru, yanlışdan yanlış götürməliyik. Eksternal təhsil bizdə təhsil forması yox, təhsil alma formasıdır. Ümumi təhsilin səviyyələri və hər bir sinif üzrə təlim nəticələri fənn kurikulumuna daxildir. Doğrudur. Əsas standart fənn üzrə müəyyən olunmuş təlim nəticələri məzmun xətti üzrə ümumi şəkildə ifadə edir. Tamamilə doğrudur. Şagird marağının yüksəldilməsi, rəy verilməsi şagird önümlüdür. Xeyr, biz şagirdə düzgün rəy vermək, ona istiqamət vermək, ümumiyyətlə şagirdin marağı yoxdur. Marağını yüksəltmək qeyd elədiyimiz kimi fəaliyyətin stimullaşdırılmasıdır. Deməli, bizdən uyğunluq istəyir. Doğrudan doğru 2-dir, yanlışdan yanlış 4-dür. 2 və 4 A variantı. 10-cu sualla davam edirik. Şagird fiziki məhdudiyyəti olan, sinifdə fiziki məhdudiyyəti olan şagird var. O digər şagirdlər ona gülür. Təbii ki, bu inklüzivlidir, sim uşaqlarına aiddir. Şagird dərsə qulaq asmır, müəllim isə əsəbləşir və digər şagirdlərin yanında sən heç bir işə yaramırsan. Nə oxuyursan, nə də imkan verirsən ki, dərsi keçsin. Deməli, şagirdlərin yanında mən bunu etmişəm. Diqqətli olaq. Deməli, burada təhsildə nəyi pozmuşam mən? Hansı pedaqoji tələbi pozmuşam? Təbii ki, dəstəkləyici mühiti pozmuş oluram. Ümumiyyətlə, təlim mühitində şagirdləri pərt eləmək, şagirdləri pisləmək, şagirdlərə bu kimi sözlər demək olmaz və bir-birlərinə də təsiri vazgeçilməzdir. Yəni, bu zaman şagirdlər də bir-birinə təsiri var. Eyni zamanda şagirdin öz-özünə də təsiri var. Ona görə diqqətli olmaq lazımdır. 13-cü sualla davam edirik. 13-cü sualımız, bir saniyə. Pedaqoji kollektiv və ya hər hansı bir müəllimi hüquqi və etik normalara zidd olan hərəkətlərə sövq etməməlidir. Deməli, pedaqoji kollektivi və ya hər hansı bir müəllimi. Deməli, burada söhbət kimdən gedəcək? Rəhbərdən gedəcək. Rəhbər etik normalara zidd olan hərəkətlərə sövq etməməlidir. 13-cü sualımız ilə davam edirik. Ceyhun heyvanlar haqqında informasiya toplayır və onlardan məqsədyönlü istifadə edir. Deməli, həm informasiya toplayıram, həm də onlardan məqsədyönlü istifadə edirəm, informasiya savadlığına əməl etmiş oluram. Hansı yanlışdır? Şaquli inteqrasiya müəyyən bir sinifdə, şaquli xətt bu xəttdir. Müəyyən bir sinifdə məzmun xəttləri, xeyr, məzmun standartları arasında 11-ci sinifdən onunla əlaqə yaradıram. Deməli, yanlış olan cavabımız A variantıdır. Hələ təlim nəticələri mənimsənməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyəti. Baxın, görürsünüz, təhsil nailiyyəti deyil, təlim nailiyyəti doğrudur. Formal təhsili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur, doğrudur. Hesabatlıq müəssisənin fəaliyyətinə iştirak edən hər bir kollektiv üzvünün qarşılıqlı əlaqəsi hesab verilməsi yolu ilə toplanmış iş sahəsində cavabdeh və vəzifə məsuliyyəti təmin edir. Bəli, doğrudur. Ümumi təhsilin idarə olunmasında dövlət ictimai xarakter daşıyır. Tamamilə doğrudur və birbaşa nəzarət dövlətindir. Nəhayət 15-ci sualımız. Müəllim sinifdə zəif oxuyan şagirdlərə az vaxt ayırır. Ən çox yaxşı oxuyanlara diqqət ayırır.
Deməli, mən burada birini elədim, birini etmədim. Təhsildə bərabər imkanları pozmuş oldum.